Deməli, özümə dayan almışam klassik seyfdən canımı qurtarmaq üçün. Niyə dayan aldım? Çünki motosiklet sürmək istəyirəm. Mən seyfdən motosikleti doyuncan sürə bilmədim. Ümid edirəm mən biraz motosiklet sürüb motosikletin həzzini ala bilərəm, həzzini yaşaya bilərəm. Çünki mən motosikletin həzzini yaşaya bilmədim həqiqətən. Yəni seyf mənə motosikletin həzzini imkan vermədi ki, mən motosikletin həzzini yaşayayım, motosikletdən biraz həzz alım. Balışda ıslaq qalmışdı. Və güzgüləri idarə edə bilmirəm. Sportda başqa idi, bunda başqa. Yəni ki, idarə eləmək olmur. İdarə eləmək olmur deyə vərdiş almalıdır. Çünki güzgülər çox çıxır. Həm də döngəni biraz ayarlaya bilmirəm. Bununla qorxuram. Çox dönərəm, aşaram. Biraz bunlar məni çaşdırır. Klassik sürmək biraz belə mənə hələlik çətin gəlir. Bu motosikleti niyə aldım? Bu motosikleti aldım ki, gündəlik hər yerə sürə bilim. Həm 92 ilə işləyir, həm xərci azdır. Yəni nəsə xarab olanda CF kimi başa gəlmir. Bunu ona görə aldım. Grand Moto'da almışam. Yəni peşmanam mı? Hələ ki peşman deyirəm. Allah peşmançılıq verməsin. Başqa bu qiymətə seçənək inanmıram ki, olsun. Əgər siz bilirsinizsə var, o başqa məsələ. Şəhərdə maşallah sevlər çoxalıb. Mən də bizim mənim bir nömrə istəyim vardı. Xüsusən o nömrəyə görə almışam, belə deyim. Çünki mənim maşınımla bu nömrə demək olar eynidir. Sadəcə bir dənə hərvəski idi. Mən burada aralara da girmək rahatdır, belə deyim. Burada rahat danışmaq da olur. Çünki safety belə dombalırdım, adam fikri qalırdı sürətdə elə. Bu elədir ki, asta-asta sürürsən. Amma sportun dönməsi mənə daha rahatdır. Çünki istədiyin bucağa dönə bilirsən. Amma bunda biraz sanki kamaz kimi dönür. Yəni sportdan bura keçmə bir adamı şey eləyir. Yəni biraz bunu belə görürsün. Dönməyə biraz çətinlik çəkirəm. Çünki sürətlə girirəm deyə ona görə hələ şeylərin yerini səhv salıram. Öyrənmədim də buradan yoldan keçməyə də. Durmuşam maşın kimi. Çox get də. İmkan verirlər ki, getməyə. Dıqalarım imkan verirsə gedərəm. Hoppa, hoppala, 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 hoppala. Buradan adam gələcək indi. Gördüm, dedim adam gələcək, gördüm. Gedirəm gözümdə həsrətli yağışım. Bir şey var ki, deyirəm, məsələn, drajeniya yoxdur da bunda, amma bunda drajeniya var. Görürsünüz, drajeniya biraz sürət neçədir? 70'də. 70'də drajeniya biraz var, nisbətən var. Amma kim deyirsə, sırf drajeniya yoxdursa, elə ya şey, bax, indi bu səsimə baxın. Drajeniya yerində olmur, xoddiyanda. Bir də az sürətdə. 5-ci abortda sürəm, çünki hələ probekim 496'dır. Amma yuxarı qaldırmıram hələ ki. Bəlkə motor açılandan sonra bu drajeniya olmaya bilər. Amma hal-hazırda var. Buradan yolu tanıyıram, ay biri oynadı, nə pis oynadı ha. Bu nə hərəkət idi indi? Nə hərəkət idi bu? Bu hərəkətin adı nədir? Nə demək istəyirsən indi? Belə adamlara başa düşmürəm də. Yəni yolun
Nə bilim, neysə. İşdən evə, evdən işə rahat gedirəm. Hal-hazırda sabunçuda da işləyirəm. 28-dən sabunçu edirəm. Çox güman 20 kilometr olar, yoxsa nə qədər kilometr olduğunu bilmirəm. Gəlib baxım deyim. Belə narazılığım yoxdur, şükür Allaha, hələ ki. Narazılığım sürətlənməsindədir, sürəti zəifdir. Sev kimi cəld deyil. Yəni onda baxaqda 150 kubdur. Amma belə pis deyil. Yəni nəqliyyat vasitəsi kimi A'dan B'yə, B'dən A'ya getmək üçün ideal bir şeydir. Yəni bu tip nəqliyyat vasitələri sizə deyim ki, həzz almaq üçün deyil də. Bu artıq nəqliyyat vasitəsi gedir. Bu işlərini aşırtmaq üçündür. Amma sev isə nə bilim gəlib bir kofe içməyə, ya da bir A nöqtəsindən B nöqtəsilə belə murta getməyə, şəhərdə gəzməyə, özünü göstərməyə, sport vidinə görə. Ona hamı baxır, amma buna heç kim baxmır. Bunun baxılası bir şey yoxdur, görkəmi yoxdur. Yəni belə. Sizin də başqa nə sualınız istəyirsinizsə verə bilərsiniz. Sizi maraqlı eləyən, sizi maraqlandıran, sizin maraqlarınızı, suallarınız varsa verərsiniz. Mən o birisi videolarda sizin suallarınızı cavab verərəm. Nəyin tıxacıdır axı. Dedim biraz geç çıxım ki tıxaca düşməyim. Neysə tıxacıdır. Və belələri vurandan sonra günahkar kimdə olur? Məndə. Qınamaq da olmur. O boyda keçsə necə qalxsın, düşsün. Yaxşı, tamam da vətəndaşın günahı nədir? Neyini indi? Mən görmədim onu, ya da maşın görmədi. Sürətli gəldi, orada sürətli yoldur. Nə olacaq onun axırı? Heç nə olan sürücüyə olacaq. Böyle olan qısaltmalıyam. Çox böyüdü. Biraz buradan olsa yaxşı olar. Seyfin öyle istəyirəm ki, qoy biraz yatmasın, oyaq qalsın. Hələ mən bunu ikinci aptatka dövrünü keçirəm. Hələ bunu mən yağını dəyişməliyim. Qiyməti 225 manatdır. 225. Bəli. Bahadır. Sən nə yaş Azərbaycan dilini bilirsən? Biraz bilirsən. Əla. Pakistan harasındansan? Pakistan harasındansan? Pakistan'da olursan. Aydındır. Salam aleyküm. Salam aleyküm. Oradan yol keçirlər. Nə bilirsən? Assaqqal kişisən. Sən tayların şeyleri, oradan yol keçirlər oradan. Maskret dönəm. Yıxılsam nə edəcəksən? Nə deyirsən? Oradan yol keçirlər assaqqal. Oradan yol keçirlər. Get nə deyirsən mənə? Yıxılsam nə edəcəksən? Yox, oradan yol keçirlər. Qamuneska çıxırsan. Yıxılsam nə edəcəksən? Vurmadı atam bir görmədi. Vurdum səni, öldür. Sən nə işə baxırsan? Sənə nə aidəti mən nə işə baxıram? Bilməm də deyir görə sən nə belə xod getsin bizim üstümüzə. Xod getmirəm, oradan yol keçirlər. Geç qadamama çıxırsan. Bilmədi də atam. Vurdum səni, ya da mən yıxıldım, nə olacaq? Hala sənin özünü vuracaqlar, belə. Mənə vurmayacaqlar. Fəqət mən vuracaq. Mənə vura anasından olmuyor. Həyatan içindən öldüm. Riski qabama tullanır. Abesi yox, zad yox. Yıxıldım, yəni səni vurdum, nə olacaq? Nəhlət şeytan. Necə həyatını əsirəm? Eşşək boyda kişidir. Səni vuracaqlar, it balası. Həmişə bu Balbey və Heydər prospektindən çıxanda GoPro-nu yandırıram. Amma
Normal 28 gələndə qolflarını istifadə etmirəm. Niyə? Çünki ehtiyac olmur, amma bu iki prospektdə ilişirlər deyə ona görə mən GoPro-nu istifadə edirəm. Çox qulağıma çatır ki, bu iki prospektdə imkan vermirlər. Düzü çox adam motor istifadə edir. Mən motor istifadə eləmirəm, yəni eləməmişəm. Və mənə motor dedilər. Amma sonra dedilər ki, ən yaxşı yağ elə ipon yağın özüdür. Həm qram cəhətdən çoxdur, yəni milliqdə, çəki cəhətdən, çəki deyək də. Həm də deyirlər kilometri çox verir. Mən də bir onu alıb yoxlayım, xoşum gəlməsə keçərəm motora. İndi düzü çox bir zəif bir şeydən istifadə edirəm, Repsol'dan istifadə edirəm. O da mənim ürəyimcə deyil. Çünki Repsol nəsə mənə qane eləmədi. Onun üçün də yağı dəyişmək istəyirəm. Bir dənə də manual almışam. Manualda dedilər ki, yağ deyil. Düzü manualı qapını yağlamaq üçün almışam. Darvazanı açıb bağlamağa kömək olsun. Və bir dəfə bardal almışdım, bardal. Bardal çox yapışqandır. Özdə xüsusən bardalda bir şey xoşum gəlmir ki, sıçrayır. Çox sıçrayır. Maçka sürmək o problemdir ki, qarşından hər gün bir maneəyə çıxır. Yəni düz yolundan sürə bilmirsən. Mən indiyə qədər görməmişəm ki, mən masketi bu zolaqdan rahat sürüm. Allah haqqı. Mən onu görə bilməmişəm. Ya mənim qabağıma maşın çıxacaq, ya mənim qabağıma adamı çıxacaq. Nə bilim, bağlı deyil. Görürsən? Yəni, yuxarıda biraz əvvəl işıqforda vardı. İşıqfordan keçə bilərsən də. Mən hələ ki, rahat bir nəqliyyat vasitəsini sürüm, bez problem onu görməmişəm. Bez problem sürə bax, tutaq ki, bu, tutub yolu. Görürsən? Yəni, ora boşdur da. Yəni, burada durmaqla, ya şey eləməklə bəzən maçka sürməyimə həqiqətən çox xoşbəxt olam ki, belə gic sürücülərlə, maşın sürücülərlə necə deyim, əsəblərim pozulmur da. Yəni, sürməyi bilməyən maşın sürücülərinin əsəbim pozulmur. Çünki sağdan soldan gedirəm. Vallahi yoxsa bunlar adamı çərrədər, öldürər, Allah haqqı. Əksəriyyəti sürməyə bacarmır. Sürməyi bacarmır. Qanunu qoyaq kənarda, qanun tamam. Sürməyə bacarmır. Zolağın tanımır. Məsələn, irad tuturlar ki, sən niyə arayla gedirsən? Bu Tbilisi prospektdə 2 zolaq var da. İnanırsınız, o 2 zolağı eləyirlər 3 zolaq. Dayondan danışdım sizə. Dayon mənim üçün çox rahat bir motosikletdir. Həqiqətən. Yəni, belə deyim də, məni stresə salmır. Rahat istədiyim yerə gedirəm, gəlirəm. Çox komfortdur. Düzdür, biraz yüksək sürətə qalxanda sanki mənə drajeniya kimi gəlir. Bəlkə normal şeydir, bəlkə bu drajeniya deyil. CF-də çünki mən daha çox drajeniya gördüyüm üçün mən bunu drajeniya kimi algılayıram da. Üzr istəyirəm, Azərbaycan dilində drajeniya nədir bilmirəm. Əsmə deyək də, əsməcə deyək. Əsməcə, belə bir şey deyək. Bu bəlkə belədir, amma pis deyil. Ən azından məni yormur. Sportda məsələn çox yorulurdum, amma burada yormur. Bunda rahat gedirəm, gəlirəm. Yəni, düzəl Abdatka dövrüdür. Nə qədərdir? 440 kilometrdir. Və 5-ci abrotu aşmıram. Amma bir şey var ki, adama hörmət eləmirlər. Bunu sürəndə adama hörmət eləmirlər. Amma safety sürəndə adama hörmətlə yanaşırlar. Bunda mən onu hiss eləmirəm. Çünki safety də həmin yolu gedəndə, eyni saatda da həmin yolu gedəndə, çünki işə edirəm buradan. Həmin yolu gedəndə, uzaqdan gələndə görürlər, sport gəlir, yol verirdilər. Amma bununla da eyni saatda gəlirdən bir vicdanını almırlar. Sanki elə bilək ki, bir dənə aşağı təbəqə insan gəlir. Yəni, ifadəmə görə üzrü hesab edən, yəni mən pis mənada demirəm. Yəni, elə bilək ki, kuruya gəlir, Amma belə safe'dən görən deyirlər, yəqin ki, bu
Murta kayfa sürür də. Bu kimdirsə baba pullu adamdır. Ha, yəni Murta sürür, ona hörmət edir. Qoy gəlsin, keçsin. Yəni bu tip yanaşırlar. Ha, amma belə nəqliyyata gələndə çox yaxşı nəqliyyatdır. Yəni alıb sürüb istifadə edə bilərsiniz, peşman olmayacaqsınız. Dəyər. Bu qiymətə dəyər. Vallahi 2400 manata başqa nə ala bilərsiniz ki? Yəni bunun 150 kub nə ala bilərsiniz? Varmı elə bir motosiklet? Yoxdur. Yəni şu Allah'a 1000 kilometr getmişəm, hələ ki yəni belə mənə ciddi problem qarşılaşmamışam. Mən bunu ona görə sürürəm ki, çapmağa, benzin səhifədə az, yağı az, gündəlik sürmək üçün ideal bir şeydir. Çəkisi az, harasa parkovka elə, gir, saxla. Avtobusdan daha sərfəli, metrodan daha sərfəli. Bu yayda istisdə iylənə getməkdənsə bununla getmək daha yaxşıdır. Yəni əsas iylənə getmirəm. Sonra avtobus tap, onu elə, bunu elə, get düş piyada get. İşimin qapısına yanına qədər saxlayıram. Çox yavaş dururam, ürəyim sıxılır. Abdızqa bitəndən sonra qoyacam üstünə. Bu tərəfdə isə çox da sürməyimin bir mənası yoxdur. Gedirəm də, bala gedirəm də, hara qaçıram, hara tələsirəm. Mənə yol versəydi nə olacaqdı? Dünya dağılmayacaqdı ki. Gördü, bunu deyirəm, bax, buna hörmət eləmirlər. Bu gələndə yol vermir. Amma mən sportla, sevni olanda görürlər sportdur. Ha, keç qaqa, keç. Buna amma deyirlər, nə də kuryerdir də. Allah yol vermə, öl qal deyir profkada. Niyə sən yol verirəm? Sən hörmətli oğlan deyilsən. Çünki sən kuryersən. Sən özünə hörmət eləmirsən, o belə düşünürlər. Kuryerə nə hörmət ala? Yemək gətirir də, bilet. Kimdə ala kuryer? Niyə yol verirəm ala ona? Bilet. Kuryerə yol verəcəm. Mən ancaq pullara yol verirəm, yekə pullara yol verirəm. Çünki onlara hörmət etməyə pulu var. Onlara yol verəndə yala. Bu da hörmət. Ona hörmət eləmirlər də. Düz eləyirlər. Bəlkə mənə düz eləyirlər. Nə bilim ha. Özümüz bir poğun çıxarıq da. Hörmətə layiq olmuruq ona görə. Ha? Nə düşünürsünüz siz? Yazın rəyə bildirin. Niyə hörmət eləmirlər? Bax, belə kiçik kub motosikletlərə. Yazın belə, sizin fikirlərinizi bilmək istəyirəm. Çox maraqlıdır mənə. Niyə görəsən hörmət eləmirlər? Kimdir günahkar?